Mais Bərxudarov. 1976-cı il aprelin 20-sində Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olan Mais Bərxudarov hələ uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi ilə güləşlə məşğul olub. 1993-cü ildə Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Mais Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olur. Daha sonra Bərxudarov cəbhəyə yollanmağı qərara alsa da, general Valeh Bərşadlı cəbhəyə yollanmaq üçün hələ tez olduğunu bildirir. 2016-cı il aprel döyüşləri zamanı korpus komandiri olan polkovnik Mais Bərxudarov özü də əskərləri ilə birgə döyüşə girir. Lələtəpə yüksəkliyi və 10 kilometrlərlə ərazini azad etmə əməliyyatında şəxsən iştirak edərək qeyri-bərabər döyüşdə erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini məhv eləyir. Hadisə şahidlərinin bildirdiyinə görə Mais Bərxudarov tankın üzərində əyləşərək özü öndə olmaqla bütün əskərlərini döyüşə çağırır və ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayır. 44 günlük vətən müharibəsində də xüsusi xidmətləri ilə seçilən Bərxudarov Azərbaycanın əbədi və əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında qəhrəmanlığı ilə ad çıxarır. O fantastik kinolarda gördüğümüz şeyi Azərbaycan ordusunun əskəri həyata keçirdi.